Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Azərbaycanın əfsanəvi futbolçusu Anatoliy Banişevskinin xatirəsinə həsr edilən futbol turnirinin final mərhələsi olub. Uşaq və veteranlar arasında keçirilən yarışlarda gərgin mübarizə yaşanıb. Turnirdə şəhərin 4 futbol məktəbindən 100-dən çox uşaq iştirak edib. 7-8 yaşlıların finalında Svaidisi My Way Soccer Club komandası Daraseliya Akademiyasına 3-1 hesabı ilə qalib gəlib. 11-12 yaşlılar arasında isə Vitali Daraseliya Futbol Akademiyası Banişevski kubokunun sahibi olub. Veteranlar arasında Dinamo Tbilisi New-York komandası birinci yeri tutub. İkinci pillədə Neftçi New-York, üçüncüdə isə Kosmos New-York qərarlaşıb. Turnirin ən yaxşı oyunçusu Gürcüstan millisinin keçmiş üzvü Vitali Daraseliya seçilib. Sonda qaliblərə kuboklar təqdim edilib. Anatoliy Banişevskinin təsviri olan xatirə medalları verilib. Qeyd edək ki, Banişevski 1966-cı ildə SSR yığmasında dünya çempionatının yarımfinalına yüksələn yeganə Azərbaycanlı futbolçu kimi tarixə düşüb. O, 121 qolla Neftçinin bombardiri olub. UEFA tərəfindən Azərbaycanın son 50 ilin ən yaxşı futbolçusu seçilib. Əfsanəvi futbolçunun şərəfinə təşkil edilən bu ənənəvi turnir sayca 11-cidir. Yarışın təşəbbüskarı SSR idman ustası, Azərbaycanın veteran oyunçusu Aron Zərbəliyevdir. Bu ilki tədbir isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Veteran İdmançılar Assosiasiyasının dəstəyi ilə baş tutub.